Uşaqlar, mən bugün sizə səhifə 82-də olan 3 dənə məsələdən kömək eləyəcəyəm. Biraz diqqətli olmaq lazımdır. Məsələ düzdür, kitabda qısa formada görünsə də, amma məsələnin içərisində çoxlu misallar var. Aşpaz 8,5 kiloqram kartof ayırdı ki, bunu işlədəcək hara? Salata işlədəcək, pirajkiyə və digər yeməklərə də işlədəcək. Görək, axırda nə qədər pirajkisi qalacaq. Salata işlədir birinci. Bu kartofun 6'da 1 hissəsi, yəni 8,5'də 2'nin, misalı belə olacaq. 8,5'də 2'nin 6'da 1 hissəsi gedir salata. Salat üçün bərabərdir. Bunu düzgün olmayan kəsirə çevirirəm. 5'də 42. Vurulsun 6'da 1. 42 ilə 6 ixtisar olunur. 6'nı 6'ya 1. 42'ni də 6'ya 7. Deməli, bunun üstündə bu 1 qalır. Burada isə 7 qalır. 7'ni vururuq 1'ə 7. 5'i də vururam 1'ə 5. Deməli, 5'də 7 hissə işlənir salata. Ona görə istəyirəm ki, qarşısında yazım ki, bu qədər, deməli, 8,5'də 2'nin 5'də 7 hissəsi salata gedir. Salat sözü yazıram qarşısında. Mötərizədə yazım. Və bundan 4'də 1 kiloqram az. Bu 5'də 7 qədər kiloqram deyək ki, o qədərdir. Bundan kiloqramın 5'də 7 hissəsi qədərdir. 4'də 1 kiloqram az pirajkiyə. Yəni bu 5'də 7'dən çıxar 4'də 1'i. İndi mən 5'də 7'dən 4'də 1'i çıxmalıyam ki, pirajkiyə nə qədər gedir onu tapam. 5'də 7 çıxılsın 4'də 1 bərabərdir. İkisinin məxrəcləri bərabərləşdirmək üçün 20 eləyirəm. Hər ikisini 20. Bunu 4'ə vurdum 20. 7'ni də 4'ə vurdum 28. 4'ü 5'ə vurdum 20. 1'i də 5'ə vurdum 5. Bərabərdir 20'də 21. Bu da getdi. Hara işləndi? Bu da. Bu da işlənir pirajkiyə. Salata bu qədər. Bunu da qabağında yazıram pirajkiyə. Pirajki yazılır. Pirajki deyilir. Deyir, nə qədər kartof qaldı? Biz bu işlətdiklərimizi toplayaq, ümumi kartofdan çıxaq. Yəni 5'də 7'nin üstünə 20'də 21 işlənib. Onları toplayıram. Bunların ikisini toplayıram. Nəyə görə toplayıram? Görüm nə qədər işlətmişəm. Onu bilim. Mən yox, daha doğrusu aşpaz. Salatla pirajkiyə ikisinə birlikdə nə qədər gedir? 5'də 7 salata işlənən, üstə gəl 20'də 21. Bu da pirajkiyə gedir. Bunu tezdən 20 eləyəcəm, məxrəc bərabər olsun deyə. Üstə gəl. İkinci kəsirimiz 20'dir. Birinci kəsiri 20 eləmək üçün 4'ə vururam. 20. 7'ni də 4'ə vururam. 28. Bu da 21. 21 mi? 20'də 21. 28'dən 5 çıxıb 21 yazmışam. Düz yazmamışam axı uşaqlar. 28'dən 5 çıxsam 23 olar. 23. 20'də 5. 23 olar burada. 28'dən 5 çıxıram 23. 5'də 7'nin də üzərinə gəlirəm 20'də 23'ü. Bunu da deməli ki 20 elədim 28, 20'də 28, 20'də 23. Bu niyə 7 döndü 28 oldu? Çünki 4'ə vurdum.
Məxrəci bərabər 20 eləmək üçün 4-ə vurdum. 28 ilə 23-ü toplasam isə eləyər 51. 20-də 51. Deməli 20-də 51 nədir? Bunların ikisi birlikdə, bax burada qeyd eləyək. Bax bunların ikisi birlikdə, bu 20-də 51-dir. İndi baxaq görək nə qədər kartof qaldı. Bir də görək, bu qədər işləndi, 20-də 51 tapdım bunları toplamaqla. Nə qədər qaldı? Aşpazın əvvəldən var idi 8,5-də 2 kiloqram. 8,5-də 2 kiloqramdan 8,5-də 2 kiloqramdan çıxıram 20-də 51-i. 51 kiloqramı. 8 tam, deməli 5-də 2-dən çıxıram 20-də 51. Bu da bərabərdir 5-də 42. Mən bura bir qırmızına yazardım ki, yuxarıdan nə qədər kartof qaldı? Burada bir ümumi sual var, nə qədər kartof qaldı? Bu hissədə, bu salatla piraşkiyə işlənəndən sonra bunları cəmlədim. Çıxdım ümumi kartofdan. Nə qədər qaldı? Nə qədər kartof qaldı? 2 dənə yerə işlənəndən sonra. Yəni, hara işləndi? Salatla piraşkiyə işlənəndən sonra nə qədər qaldı? Onu tapıram. Bərabərdir. 5-də 42 çıx, 20-də 21, 51. 51. Bu da bərabərdir. Bu dəfə bunu da 20 eləməliyəm. 4-ə vuracağım. 20 çıx, 20-də 51. 42-ni bunu 4-ə vurub 20 eləmişəmsə, 42-ni də 4-ə vursam, olar 168. 168. Şifahi mən vura bilirəm, siz isə belə misallarda dəqiqliklə eləyin. Bərabərdir. 20-də 110, deməli 68-dən 51 çıxsaq, qalar 17. 117. Bu qədər qaldı. İndi bunun tamı da ayırmaq olar, hələ ki ayırmayaq. Bu qalıb. İndi bu qalanı, misalımızın nə qədər kartof qaldı? Biz də tapdıq ki, bu qədər qaldı. Amma yox, bu qalandan sonra yenə işlənilib. 5-dəki hissəsi digər yeməklərə. Yenə bu qalandan digər yeməklərə də işlənib. İndi onu da tapaq görək. Digər yeməklərə nə qədər gedib? Yəni ki, bunun 5-dəki hissəsi digər yeməklərə. 20-də 117. 20-də 117. Vurulsun 5-də 2-yə. Bərabərdir. 20 ilə 2 ixtisar gedir. Amma 117 ilə 5 getmir. 2-ni 2-yə vursaq 1. 20-ni 2-yə bölsək daha doğrusu. 2-ni 2-yə bölsək 1. 20-ni 2-yə bölsək 10. Bərabərdir. 117-ni 1-ə 117. Onu da 5-ə 50. 50-də 117. Deməli, bu qalanın 5-də 2-si bu eləyir. 50-də 117. Bu işlənib digər yeməklərə. Bunun qabağında qırmızını yazıram digər yeməklərə. Bu qədər gedib. Digər yeməklərə. Yenə soruşur ki, bu dəfə nə qədər qaldı? Bu işlənə, digər yeməkləri də bu gedəndən sonra nə qədər qaldı? Deməli, bu qədər qalmışdı. 20-də 117 qalmışdı. Bunun 5-də 2-sini tapdıq. 50-də 117 idi. Çıxmalıyıq 50-də 117-ni.
Bir dəfə nə qədər qaldı tapdıq. 2 dənə salatla nədir, piraşki işlənəndən sonra tapdıq ki, bu qədər qaldı. Bu qədər qalandan da deməli, bu qalandan da bu getdi digər yeməklərə. İndi görüm nə qədər qaldı. Bundan, bu qalandan indi digər yeməklərə gedəni çıxaq. 20-də 117-dən çıxıram. 50-də 117. Bu dəfə bu məxrəci 100 eləyəcəm. Bu da 100 olacaq. 100 çıxılsın. Bu da 100. Bunu 5'ə vuracağım. Bunu isə 2'yə vuracağım. 5'ə vurmaq üçün 100 oldu. 5'ə vurdum şifahi 20'ni 5'ə 100. 117'ni də 5'ə vurmalıyam. Mən kənarda vurum, onu yazım. 117'ni 5'ə vuranda 35, 3 yadda 8, 585. Bu eləyəcək 585 çıxılsın. 50'ni isə 2'yə vururuq. 117'ni də 2'yə vursaq eləyər 117, 200, 2'dən də 17, 34, 234 bərabərdir. 100'dən çıxanda da eləyər 351. 585'dən 234 çıxsam qalar 351. Bu da bərabərdir. Bu qədər qalar. İndi bunu mən, bizdə 8 tam 5'də 2 idi əvvəldən verilən kartoşka. Sonunda görüm nə qaldı. Digər yeməklərə də gedəndən sonra 3 tam %51 bərabərdir. 3 tam %51. Yəni 3 kilo yarımdan biraz artıq qaldı. Uşaqlar. 3 kilo yarımdan bir 10 qram artıq qaldı. Kilogram. Cavab budur. Qalan budur. İndi bu məsələni siz gördünüz. Belə izahı ilə elədim. Diqqətlə baxın nə cür oldu yazmayın. Başa düşün uşaqlar. İndi keçirəm. Bu 10-cu məsələ idi. Səhifə 82-də 10-cu məsələ idi. Burada deməli qaralama olmuşdu deyə mən vərəqi əlavə elədim bura. İndi 82-də 11-ci məsələyə baxıram. 11-ci məsələdə nə deyilir? Ona baxaq. 11-ci məsələdə deyilir ki, Samirgil avtovağzal yolunun 8'də 3 hissəsini maşınla getdilər. 8'də 3 hissəsini. Avtovağzala qədər olan yolumuz fərz elə ki 8'də 8'dir. 8'də 8. Tam bir yoldur bu. Bir yol. Bərabərdir 1'dirsə. Bir yoldur bu. 8'də 8. Samirgili gediblər bunun 8'də 3'ünü. Nə qədər qalıb? 8'də 5 hissəsi qalıb. Qalıb 8'də 5 hissəsi. 8'də 5 hissə 15 kilometrdir. Yaxud da 5 hissə 15 kilometrdir. 15 kilometr 5 hissəni göstərir daha doğrusu. Başa düşdünüz necə? 8'də 8'dən 8'də 3'ü çıxacağam, qalacaq. 8'də 8'dən çıxacağam 8'də 3'ü bərabərdir 8'də 5. Bu da bərabərdir 8'də 5 hissəsi 15 kilometrdir. Yolun 8'də 5 hissəsi 15 kilometrdirsə, 8'də 5 hissəsi 15 kilometrdir. Bəs onda bax belə bir hissə əvvəldə verilib. Burada mən hissəsi 8'də 5 hissəsi 15 sözünü mən burada yaxşı göstərmədim deyəsən. Hissəsi 15 kilometrdir. Gözün hissə əvvəldə verilib.
ədəd sonra. Tam yolun uzunluğunu tapmaq üçün 15-i bölürük 8-də 5-ə. 15 bölünsün 8-də 5-ə. Bu da bərabərdir. 15 böl 1 vurulsun 5-də 8-ə. Bunun tərsinə çevirdim. Bu da bərabər eləyər. 15 ilə 5 ixtisar gedər 1. 3 qalacaq. 3 vur 8, 24. Deməli, avtovağzal yolu 24 kilometrdir. Bu yol, yəni 24 kilometrlik kilometrlik yol Samirgilin dayısının yolunun 3də 1 hissəsinə bərabərdir. Bu yol 3də 1 hissəyə bərabərdir. Yolun, burada da yenə də, bax bu 3də 1 hissə 24 kilometrdir. Yenə də hissə əvvəldə verilib, 24-ü bölürük 3də 1-ə. 3də 1-ə. Bu da bərabərdir. 24 böl 1 vurulsun 1-də 3-ə. Bu da bərabər eləyər 72 böl 1. Bu da 72 kilometr. Üçüncü bir məsələ də var burada. Onu da eləyim. Bu da asaddır. Deməli, 2,2-də 1 stəkan 1 torta un gedib. Pizzaya 2 stəkan gedib. Piroga da 1,4-də 3 stəkan gedib. 20 torta nə qədər gedəcək? 20 torta. Birinci tort. 20'ni vurarıq 2,2-də 1 stəkana. 20 vurulsun 2,2-də 1 bərabərdir. 20 bölünsün 1 vurulsun 2'də 5'ə. Bu da bərabərdir. 20 ilə 2 ixtisar geçsəm 1, burada da qalır 10. 50 böl 1. 5 stəkan. 20 torta deməli 5 stəkan gedir. 10. 2,2-də 1'ə vurduq. 2'də 5. Elli böl 1, 5 eləmir. Elə 50. Burada deyirəm axı səhvdir. 50 stəkan. İndi bu tort üçündür birinci. Qabağına bir mötərizədə bir tort sözü yazıram. 50 stəkan getdi. İndi ikinci pizzaya 2 stəkan gedib. Pizza nə qədərdir? 12, 5 pizzadır. Bir pizzaya gedib 2 stəkan. 5 pizza vurulsun 2'yə. 5 vurulsun 2 bərabərdir 10 stəkan. Bu da pizzaya gedib. Laf axırda qaldı. Piroga da gedib 1,4-də 3 stəkan. Pirog da neçə dənədir? 12 pirog. 12'ni də vururuq 1,4-də 3 stəkana. Bu da bərabərdir. 12 bölünsün 1 vurulsun 4'də 7'yə. 1, 4, 3, 7 bərabərdir. Burada qalacaq 3, burada qalacaq 1. 7'ni 3 vur 7, 21 böl 1. 21 stəkan da buraya gedəcək. Deməli, cəmi neçə stəkan un işlənib? 50, 10, 60, 81 stəkan. Bunları toplayırıq. Bunu qırmızına buradan yazacağım. 50, üstə gəl 10, üstə gəl 21. Bu stəkanların neçə stəkan unun olan sayıdır. Bu da bərabərdir. 60, 81. 81'i də bölürük 5'ə. 5 stəkan 1 kiloqramda. 5'ə. 80'i
81-i 5-ə bölsək 16. 16 stəkan. 16 kilogram. 16 kilogram. 5'te 1. Cevap budur. Deməli 16 kilogram, bir də kilogramın 5'dən biri 200 gram işlənib. Bu səhifə 82-də olan 3 məsələ idi.